Bəzən bizim boynumuzda o fəqərədən olan ağrını, qolumuza vurulan ağrını elə əlimizdə olacaq sinir ağrısı kimi bilirik. Halbuki başqa bir ağrının fəsadıdır. Eyni zamanda çiyin oynaq daha çox hərəkət edəcək orqanımız olduğuna görə çıxmağa daha çox meyilli olur və bəzən də bunun elə sinirdən qolun qurudu kimi bəsit dillə də deyilir. Yenə də nevroloqa müraciət olunur. Yerlər bəzən çox səhv düşür. Amma sonda nə qədər gəzsələr də sonda yenə də müraciət sizin ünvana gəlir. Ümumiyyətlə gecikmiş dönəm deyiləcək bir məqamlar olurmu? Bu məsələdə müəyyən bir aydınlıq gətirməyə ehtiyac var. Çünki çiyin oynağından bəhs etdiniz. Çiyin oynağı böyük oynaqdır və hərəkət imkanları çox geniş olan oynaqdır. Nəticə etibarilə burada yaranan hər hansı bir ümumi əzələlərin gəlib çiyin bazu sümüyünün baş hissəsinə yapışması yerində yırtıqlar yarana bilir. Və yırtıq nəticəsində də onu tam və hissəvi olmaqla ayırsaq, tam yırtıqları daha çox xəstələrin qol hərəkət məhdudluğu, yəni qollarını hərəkət etdirərkən qolları yuxarıya doğru qalxmır və nəticə etibarilə bunun daha çox sinir mənşəli olduğunu düşünürlər və yanlışlıqla nevroloqa müraciət edirlər. Əslində burada hərəkət məhdudluğu sinir, neyrogen mənşəli deyil, daha çox mexaniki, vətər mənşəlidir. Bunu da çox bəsit bir müayinələrlə biz qeyri instrumental müayinələrlə belə biz bunu təyin edə bilirik ki, bu yırtılıb. Sadəcə xəstəyə müalicə planlaşdırılırsa, total yırtıqlarda, yəni tamamən yırtıqlarda xəstənin qolu hərəkət məhdudluğuna səbəb olubsa, o zaman maqnit rezonans tomoqrafiya, MRT deyə bildikləri əhalinin müəyyənləşdirilir.